Salam əziz tələbələr, gəlin baxaq bu 5 tipdə olan klaster məsələlərinin izahına. Birinci sualda deyir ki, 15 kilobaytlıq faylı 6 kilobaytlıq klasterə yerləşdirdilər. Fayl diskdə neçə klaster yer tutacaq? 15 kilobaytlıq faylım var və bir klasterimin həcmi 6 kilobaytdır. Yəni mən bu 6 kilobaytı, 15 kilobaytın 6'sını bir klasterə yerləşdirəcəm. 6'sını digər klasterə. Və mənim yerdə qalır 3 kilobaytım və həmin o 3 kilobaytı da başqa bir klasterə yerləşdirəcəm. Və bütün bu klasterlərimin həcmi olacaq 6 kilobayt. Yəni birinin həcmi 6 kilobaytdır. Sonuncu klasterim tam dolmasa belə, bu özünü diskdə tam dolmuş kimi göstərəcək. Daha nə olsun ki 3 kilobaytdan istifadə etmişəm, yarısı boş qalıb. Yəni artıq bu diskdə özünü tam dolmuş formada göstərir. Daha mən gətirib bura başqa bir fayl yaza bilmərəm. Deməli, ümumilikdə neçə dənə klasterdən istifadə etdik? Deyə bilərsiniz ki, 3 dənə klasterdən istifadə elədik. Və bunu qısaca bu formada həll edə bilərsiniz ki, 15'i bölərik 6'ya, 2 tam nə qədərsə və biz bunu götürərik 3 klaster. 3 klaster. Aha, yəni bunu yuvarlaq kimi düşünməyin. Məsələn, 2 tam onda 1 belə olsa, biz bunu 2 yox, yenə də 3 götürəcəyik. İndi gəlin baxaq ikinci suala. İkinci sualda deyir ki, yenə oxşar sualdır. Sadəcə burada faylın diskdə nə qədər yer tutduğunu soruşur. Yəni disk size-ın. Biz tapdıq ki, 15 kilobaytlıq faylı 6 kilobaytlıq klasterə yerləşdirsək, 3 dənə klasterdən istifadə olunacaq. Amma hal-hazırda burada bizə deyir ki, fayl diskdə nə qədər yer tutacaq. Yəni ümumi disk ölçüsü də neçə dənə klasterdən istifadə etdimsə, onu vuracam bir klasterin həcminə. Və deyəcəm ki, ümumi disk size, yəni diskdə tutduğu yer olacaq bu qədər. Onda biz 15 kilobaytlıq faylı 6 kilobaytlıq klasterə yerləşdirən zaman 3 dənə klasterdən istifadə etdik. Həmin o 3 klasterdən də birinin həcmi 6 kilobaytdır. Nəticədə vuracam 6'ya. Bu da mənə verəcək 18 kilobaytı. Deməli, deyə bilərik ki, fayl diskdə 18 kilobayt yer tutacaq. İndi gəlin baxaq 3-cü sualımıza. 3-cü sualda deyir ki, faylın həcmi 43 kilobayt olarsa, o diskdə neçə klaster yer tutacaq və klasterin ölçüsü 4 kilobaytdır. Onda biz bunu şəkil çəkib yazsaq, gərək çoxlu şəkil çəkək. Onun üçün qısa qaydası ilə yazası olsam, yəni 43'ü bölərəm 4'ə, bir klasterin həcminə, ölçüsünə. Deyərəm ki, bu mənə verər 10 tam nə qədərsə təxmini. Və biz də bunu götürərik 11 klaster. 11 klaster. Və deyərəm ki, nəticədə deyir neçə dənə klaster olacaq? 11 dənə klaster olacaq. Əgər məndən diskdə tutduğu ölçünü soruşsaydı, yəni disk size-ın, onda deyərdim ki, bu 11 klasteri vurardım bir klasterin həcminə, yəni 4 kilobayta. Deyərdim ki, diskdə tutduğu ölçü, yəni disk size olardı 44 kilobayt. İndi baxaq 4-cü sualımıza. 4-cü sualda deyir ki, faylın həcmi 302 kilobayt olduqda, onun diskdə nə qədər yer tutduğunu müəyyən edin. Aha, məndən diskdə tutduğu yeri soruşur. Onda diskdə tutduğu yeri tapmaq üçün əvvəlcə mən klaster sayını tapmalıyam. Və daha sonra həmin klaster sayını vurmalıyam bir klasterin tutumuna. Klaster sayını tapmaq üçün də deməli 302'ni mən bölərəm bir klasterin həcminə, yəni 4'ə. Bu da bizə verər 75,5'i. Və mən bunu götürərəm 76 klaster. 76 klaster. Və məndən soruşur diskdə tutduğu yeri, yəni disk size-ın. Onda 76 klasteri vuraram bir klasterin tutumuna, yəni 4 kilobayta. Bu da mənə verər 304 kilobayt. Və deyərəm ki, deməli, faylın həcmi 302 olan zaman
diskdə tutduğu yer olacaq 304 kilobayt. İndi gəlin baxaq sonuncu sualımıza. 5-ci sualda deyir ki, diskdə 11 kilobaytlıq musiqi faylı, 14 kilobaytlıq sənət faylı olarsa, bu fayl neçə klaster yer tutacaq? Və deyir, diskdə 3 kilobaytlıq klasterlərdən istifadə olunmuşdur. Baxıram ki, biri musiqi faylıdır, biri də sənət faylıdır. Mən bunları toplayıb, götürüb 3-ə bölüb cavabı yaza bilmərəm. Yəni, mən bunları ayrı-ayrılıqda əvvəlcə musiqi faylı üçün klasteri tapmalıyam, daha sonra sənət faylı üçün klasteri tapmalıyam. Musiqi faylı üçün klasteri tapsam, onda 11-i bölərəm 3-ə. Deyərəm ki, 3 tam nə qədərsə və bunu götürərəm 4 klaster. Daha sonra sənət faylı üçün hesablasam, 14-ü bölərəm 1 klasterin tutumuna, yəni 3 kilobayta. Bu da mənə verər 4 tam nə qədərsə təxmini. Yəni, mən bunu götürərəm 5 klaster. 5 klaster. Və mənə deyirdi ki, ümumi neçə dənə klasterdən istifadə olunacaq? 4 üstə gələk 5. Deyərəm ki, 9 dənə klasterdən istifadə eləyəcəm. Yəni, musiqi faylı üçün 4, sənət faylı üçün 5 klaster. Bunları bizim diskdə tutduğumuz yeri soruşsa, yəni desək ki, bunlar diskdə nə qədər yer tutar, disk size-ını soruşsa, onda həmin bax bu 9 klasteri vuraram bir klasterin həcminə, yəni 3-ə, deyərəm ki, disk size olacaq 27 kilobayt.